Salam, bugün 2023 birinci hissə test toplusunda səhifə 221-də yerləşən 14-cü sualın izahına baxacağıq. Sualda deyir ki, tərəfləri çevrəyə toxunan düz bucağın təpə nöqtəsindən həmin çevrəyə qədər ən yaxın məsafə 13 cm-dir. Bu şərtə əsasən çevrənin radiusunu tapın deyir. Deməli, əvvəlcə bir dənə çevrə çəkirik. Və bu çevrəyə toxunan tərəfləri düz bucaq altında birləşdiririk. Tam da düz bucağa oxşamadı. Aha. Tərəfləri çevrəyə toxunan düz bucaq çəkdim. Deyir ki, bu düz bucağın təpə nöqtəsindən çevrəyə ən yaxın məsafə 13 cm-dir. Bu şərtə əsasən çevrənin radiusunu tapmaq tələb olunur. Çevrənin mərkəzində qoyuruq və buradan bura qədər də məsafə R olacaq. Bizə məlumdur ki, çevrənin mərkəzindən toxunanın toxunma nöqtəsinə qədər olan məsafə elə radiusun özünə bərabər olur. Buradan bir dənə radius çəkirik. Daha sonra digər tərəfdən də eynisini eləyirik. Burada radiusdur. Bizə də məlumdur ki, çevrənin toxunanları, yəni əgər eyni bir təpə nöqtəsindən çıxıbsa, bu zaman bərabər olur. Bunları da R ilə işarə edirik. Çevrənin radiusunun özünə bərabər olur. Yazırıq. Burada kvadrat əmələ gəldi. Kvadratın diaqonalını tapaq. R üstəgəlsin 13 bərabərdir kvadratın tərəfin kökdə ikimisinə, yəni R kökdə 2. R kökdə 2 çıxılsın R bərabərdir 13. R-i çıxardırıq mörtəzə xaricində. Kökdə 2 çıxılsın 1 bərabərdir 13. R də bərabərdir 13 bölünsün kökdə 2 çıxılsın 1. Bu da bərabərdir. Kəsirin məxrəcini irrasionallıqdan azad etmək üçün qoşmasına vururuq. Hansı ki, qoşması kökdə 2 üstəgəlsin 1-dir. Bu zaman sürətində kökdə 2 üstəgəlsin 1-ə vururuq. Kökdə 2 üstəgəlsin 1 bölünsün 2 çıxılsın 1. Bu da bizə verir 13 kökdə 2 üstəgəlsin 1. Variant C variantı.